Müharibə dövründə Azərbaycan ərazisi bombalanıb. Bu faktdır. Lakin bu Bakı deyil. Bu Naxçıvan bölgəsidir. 1939-40-cı illərdə Böyük Britaniya ilə Fransa arasında Bakının bombalanmasıyla bağlı çox ciddi hazırlıq işləri aparılıb, danışıqlar aparılıb və maraqlıdır ki, Bakını eyni zamanda hər iki tərəf bombalamaq istəyirdi. Almaniya özü də Bakını ələ keçirməyəcəyi halda SSR-ni sarsıtmaq məqsədi ilə Bakının bombalanmasına çalışır. Yalancı bir Bakı maketi düzəldilib ki, Alman təyyarələrini Bakı üzərinə uçuş istiqamətdən yayındırsın. ...1942-ci ilin avqust-sentyabr aylarında Azərbaycana 19 Alman diversantı atılmışdı. Ən ədalətsiz hallardan biri də odur ki, Azərbaycan əsgərləri arasında tərtib olunanların sayı digərlərinin müqayisədə çox az idi. Və nə qədər qəribə görünsə də, Bakı 39-41-ci illər dövründə müharibənin aktorlarından biri, ya müharibədə bir amillərdən biri olmuşdur. SSR ilə bilirsiniz, Almaniya arasında 39-cu avqust 20-sində bir tərəflik haqqında, yəni bir-birinə hücum etmək haqqında müqavilə bağlanmışdı. Almaniya mühüm strateji xammal materialları göndərirdi SSR və o cümlədən də Bakı nefti göndərilirdi. Yəni dolayısıyla Bakı nefti Alman təyyarələrinin, Alman tanklarının Avropanı fəth etməsində özümüzdən asılı olmasa da, yəni iştirak etmişdi. 1941-ci ilin 1-ci yaz, yəni iyun ayına qədər olan dövr ərzində adəsə 911 min ton SSR-dən neft ixrac edilmişdi. Onun əsas hissəsi əlbəttə ki, Bakı neftinin üzərinə düşürdü. 1939-40-cı illərdə Böyük Britaniya ilə Fransa arasında Bakının bombalanmasıyla bağlı çox ciddi hazırlıq işləri aparılıb, danışıqlar aparılıb. Əməliyyat planı bir qayda olaraq cənub istiqamətdən olmalıydı. Yəni İraq ərazisindən, orada Habani aerodromundan hücum etməklə və eyni zamanda İrandakı müəyyən aerodromlardan istifadə etməklə qrup halında təyyarələrin Bakı üzərinə və eyni zamanda Bakı neftinin Qaradənizə çıxaran Batum limanına bombardman edilməsi nəzərdə tutulmuşdu və bununla da Almaniyanı mühüm yanacaq mənbəyindən məhrum etmək istəyirlər. Və maraqlıdır ki, Bakını eyni zamanda hər iki tərəf bombalamaq istəyirdi. Almaniya özü də Bakını ələ keçirməyəcəyi halda SSR-ni sarsıtmaq məqsədi ilə Bakının bombalamasına çalışır. Almaniya özünün yanacaq, deməli, belə deyək, potensialı çox azdır. Nəyin bahasına olsun, neftə yiyələnmək vacib idi. Bakının bombardman edilməsi üçün çox ciddi səylər göstərilmişdi və təqribən indiki, deməli, Volqograd, o vaxt Stalingrad adlanırdı, o da Ləpsiv adlanan bir yerdə, stansiyada, deməli, xəritələr tapılmışdı. Alman ayrı kəşfiyyatı, yəni hava kəşfiyyatı tərəfindən çəkilmiş deməli xəritələrdir. Bakının bütün müdafiə xəttləri tam olaraq bəlli idi. 43-cü ilin yanvarında Respublikanın döyüşçü rəhbəri Müzəffər Bağırov özü müşavirələrin birində çıxış zamanı şəxsən şahid olduğu bir hadisəni bəhs edir. Ondan yazır ki, Şimali Qafqazda milli diviziyalarda olarkən ona bir stansiyada 600 vaqonluq deməli bir silah-sursat bomba göstərdilər, aviasiya bombaları. Onların hündürlüyü, yəni orada belə gedir də 2 adam boyu qədər yazılmışdı. 600 vaqonluq bu mərmilərin üzərində Bakı üzərinə və Baku, yəni Bakı üzərinə deyilən bir sözlər yazılmışdı. Əgər cəbhə xətti bir qədər də Bakıya doğru yaxınlaşsaydı, Almaniyanın Bakının bombalanmaq ehtimalı həddən artıq real ola bilərdi və hazırlıq işləri demək olar ki, son mərhələsində idi. Hətta Böyük Britaniya SSR-ni razılaşdırmağa çalışırdı ki, diplomatik yolla Bakının bombalanmasından sonra Bakıda illik hasil olunan neft qədər, yəni hardasa bir 15 milyon ton nəzərdə tutmuşlar. Böyük Britaniya və Amerika Birləşmiş Ştatları o nefti deməli SSR-yə verməyə hazırdılar. Amma bunun əvəzindən başqa bir plan təklif edirdi Sovet rəhbərliyi. İngilis-Amerikan qoşunları SSR-nin cənub sərhədləri boyunca yerləşsin, o cümlədən Cənubi Qafqazda və xüsusən də Bakı neft rayonunun müdafiə edilməsinə bağlı İran ərazisinə Sovet qoşunlarının, İngilis qoşunlarının, daha sonra Amerikan qoşunlarının daxil olmasının əsas səbəblərdən biri Bakı neftini mümkün təhlükədən qorumaq idi. Bu bir, Almaniyanın Bakını ələ keçirməsində neft əsas amildir, başlı amil deyil. Yəni başlı amillərdən biri həm də bu dəhlizin əldə edilməsi idi. Hitlerin Bakını bombalama fikri yox idi, var idi. Əlbəttə ki, əli Bakıya çatmadıqda, yetişmədikdə Bakını bombalaya bilərdi.
Bakının Almaniya tərəfindən ilk dəfə real alınma şansı isə 1941-ci ilin noyabrında olub. 41-ci ilin noyabrın 21-də almanlar qəflətən Rostov şəhərinə hərəkət etdilər. Onlar Rostovu Qafqazın qapıları adlandırırlar. Yəni Rostov və Bakı çox yaxındır və bir desant diviziyası vasitəsilə Rostovdan Bakıya doğru bir əməliyyat keçirməyə çalışırlar. Lakin Sovet komandanları başa düşdü təhlükənin olduğunu və bütün qüvvələrini cəm edərək Rostovdan 29 noyabrda Alman qoşunları vurub çıxartdılar. 42-ci ilin Alman qoşunlarının şərq cəbhəsindəki hücumuna neft uğrunda müharibə deyirlər. Düşmən qoşunlarının sürətli hücumu izlənildiyi üçün, müşahidə edildiyi üçün onların gəlişinə qədər artıq o mühüm obyektlərin, yəni su elektrik stansiyalarıdır, hansısa zavodlardır, fabriklərdir, ya daşınıb şəhərdə daşınması, əgər bu mümkün deyilsə onların məhv edilməsi. Azərbaycan rəhbərliyinin neft mədənləri ilə bağlı bu tür tədbirləri artıq 1941-ci ilin yayından etibarən başlamışdı. Alman qoşunları Bakı neftinə qədər yaxınlaşana qədər Maykop neft yataqlarına hərəkət etdilər. Təqribən 900-ə yaxın neft quyusuydu və o neft quyusunun deməli dağıdılmasıyla bağlı həyata keçirilən tədbirlər primitiv tədbirlər idi. Neft quyularının içərisinə sadəcə sement işlər atırdılar. Lakin son nəticədə neftçilər sübut etdilər ki, yəni göstərdilər ki, bu effektli deyil. Yəni tez bir zamanda quyunu yenidən istismara gətirmək olar. Azərbaycan neftçiləri fikirləşirlər ki, neft quyusunun bərpa edilməsindən uzun müddət təxirə salmaq lazımdır. Və bununla bağlı həyata keçirilən o tədbirlər, xüsusi tədbirlər 1942-ci ilin avqustun 4-də təsdiq olunur. Orada Bakının neft quyularının partladılmasından söhbət getmir. Yəni bununla bağlı təlimat var. Bəli, o təlimatı Daxili İşlər Komissarlığı ilə bərabər Azneft rəhbərliyi də təsdiq etmişlər. O əsasnamə var. Hətta onun arxasında quyuların necə istismara yararlı salınmasının dəqiq çertözləri də göstərilmiş. Nəzərə almaq lazımdır ki, neft quyularının məhv edilməsi bu həm də Bakının birdəfəlik itirilməsi olardı. Amma müharibə belədir ki, nə vaxtsa şəhəri geri qaytarmaq olar, amma yandırılmış şəhər, məhv edilmiş şəhər, yarası olan şəhərin geri qaytarılmasına zərurət yoxdursa, onda Bakı uğrunda müharibə də olmazdı. Bakıda həddən artıq neft çox çıxarılırdı, amma onun daşınması problemi var idi. Çünki Alman təyyarələri Xəzər dənizi üzərində tez-tez kəşfiyyat uçuşları aparırdılar və bizim tankerlərimizə basqınlar etmişlər, ya reyddə edirdilər, ya da ki, onlar nefti boşaldanda edirdilər. Ciddi bir zərərət yaranmışdı, çıxarılan nefti hardasa saxlamaq lazımdır. Qərara gəlmişdi ki, çıxarılan nefti debiti az olan, yəni hasilatı az olan quyulara təzədən vurulsun, yəni quyulara doldurulsun. Artıq 42-ci ilin sonlarında 4600-dən çox quyu artıq istismardan çıxarılmışdı. Yəni bu bütün Bakıda çıxarılan hasilatın 27% idi. Bakı neft sənayesi 1941-ci ilin iyununda aylıq normanı xeyli dərəcədə, yəni rekord səviyyə çatdırmışdı. 41-ci ildə bütövlükdə götürdükdə təqribən 22,5 milyon ton neft bu rekorddur. Amma bundan sonraki illərdə Bakı neft sənayesinin istehsal həcmi xeyli dərəcədə azalır. Hətta 1945-ci ilə doğru 11 milyon tona qədər azalır. Səfərbərlik resursları çatmadığına görə neft sənayesində çalışan mütəxəssisləri də göndərdilər. Və Sovet ordusunun səfərbərlik resursu tamamilə Cənubi Qafqaz respublikalarının və bir də Rusiyanın belə deyək də şərq və cənub rayonlarının üzərində düşürdü. Müharibə dövründə Azərbaycan ərazisi bombalanıb. Bu faktdır. Lakin bu Bakı deyil. Bu Naxçıvan bölgəsidir. Yəni Zulfi ərazisi, Naxçıvan bölgəsi. Növbəti dəfə isə Bakı üzərində düşmən təyyarəsinin kəşfiyyat uçuşu 1942-ci ilin mayın 4-dən başlayır. Oktyabrın 29-una qədər müntəzəm olaraq Bakı üzərinə səvr-əmsə 50-dən çox deməli uçuşlar var. Çox maraqlıdır. Yəni o dövrün xüsusi şöbəsinin sənədlərində, araçlarında Respublika rəhbərinin göndərən araçlarını bildirir ki, Sovet təyyarələri, nədənsə Alman təyyarələri döyüşə girmək ilə də həvəs göstərmirlər. Tamamilə yanlış istiqamət uçurlar, ya düzgün yüksəkliyə, hündürlüyə qalxmırlar və son nəticədə biz təyyarəni görmədik, hesabatı verib geri qayıdırlar. Bakı üzərində bir dənə olsun düşmən təyyarəsi vurulmamışdır. Azərbaycan üzərində 2 dəfə düşmən təyyarəsini məhv etmək olub. Biri Quba üzərindədir. Avqustun 14-də vururlar. Təyyarəni vurarkən 4 heyəti var idi. Heyəti 4 nəfər üzvü var idi. Onların ikisi təyyarədə ölmüşdü. İkisini də paraşütlə tulanda tutmuşdular. Ələ keçirilən əmlak pilotlar etiraf edilər ki, onların 9 təyyarədən ibarət xüsusi bir eskadrilliyası var. Onlar müntəzəm olaraq kəşfiyyat yürüşləri edirlər. Alman təyyarələrindən biri Artyom adasından 20 kilometr şərqdə vurulur, mühərrikin biri vurulur və Alman təyyarəsi sola doğru dönüş edərək dumanlı bir havada yoxa çıxır. Alman hərbi hava qüvvələrinin komandanlığı həmin heyəti itkin düşmüş hesab edir. Qafqaz uğrunda döyüşlər müharibənin ən uzun döyüşü sayılır ümumiyyətlə. 442 günlük hərbi əməliyyat Qafqazda döyüşlər 2 hissəyə bölünür. Qafqazın müdafiə əməliyyatı və bir də Qafqazda hücum əməliyyatı. Qafqazda mühasirə alınması planı var idi. Hərbi qüvvə, silah-sursat sayından 3 dəfə çox olmasına baxmayaraq Sovet hərbi komandanlığı o əməliyyatı keçirə bilmədi. Uğursuz oldu. Yəni almanlar Qafqazdan qoşunlarını vaxtında çıxartdılar.
Və bunun günahını əlbəttə ki, kimsə üzərinə qoymalıydilər və bunun günahını milli diviziyaların üzərinə qoydular. Yəni biz Azərbaycanlılar da, gürcülər də, ermənilər də və digərlərin üzərinə qoydular. Acı bir misal çəkim. Məsələn, 402-ci diviziyamız var, o başı bəlalı diviziya. Çünki bilirsiniz, o müharibə gedişində demək olar ki, diviziya tamamilə darmadağın edilir, yenidən bərpa olunur. O diviziyanın alayının komandirlərindən biri Tarayev, erməni əsilli idi və dekabrın 5-i 11 arasında Qafqazdan gedən döyüşlər zamanı öz başına verdiyi deməli əmr səbəbindən şəxsi heyətin demək olar ki, hamısı döyüş şəraitində məhv edildi, yaxud da əsir alındı və yaxud da yaralandı. Diviziya komandirləri də və yaxud da alay komandirləri də sərxoş olurlar. Gün ərzində heç xəbərləri yoxdur döyüşdən, döyüşü tapşırırlar hansısa bir köməkçidən falan və milli diviziyaları sanki bir qurbanlıq belə deyək də bir qüvvə kimi istifadə edirlər və bütövlükdə götürdükdə Azərbaycan milli diviziyaları Qafqaz uğrunda döyüşlərdə həlledici sözünü deyiblər. Ümumiyyətlə, İkinci Dünya müharibəsi tarixində heç bir döyüş tapa bilməzsiniz ki, milli diviziyalar bir yerdə bu qədər böyük qüvvə ilə almanlara qarşı vuruşsun. Qafqaz uğrunda döyüşlərdə Alman qoşunlarının tərkibində ərəblər də vuruşub, ərəb könüllülər də vuruşurlar. Deməli, korpusu deyirlər. Qafqaz uğrunda gedən şiddətli döyüşlər Alman komandanını məcbur etdi ki, onlardan da istifadə edilsin və son nəticədə həmin o korpus əməli başlı deməli ki, sarsıdılmış oldu. Alman təyyarələri Azərbaycan ərazisində vərəqələr yaymağa başladılar. Yəni o vərəqələrdə əsas müddəa da neft mədənlərini qoruyun, imkan verməyin, kommunistlər onu dağıtsın, falan bir azadlıq gətirir və ilaxır və bir çağırış vərəqələri var. O çağırış vərəqələrindən bir deməli yığdırırdılar. Kimdə həm çağırış vərəqəsi tapılsaydı, əlbəttə ki, ona qarşı bir ciddi cəza tədbiri görülürdü Sovet rəhbərliyi tərəfindən. Amma Alman təyyarələri Bakı üzərindən uçuş edən zaman Bakının ətrafındakı kəndlərdən, ərazilərdən deməli Alman təyyarələrinə işarələrin verildiyi müşahidə olmuşdur, yəni qeyd olunmuşdur. İşığı gizlətmək deyirlər buna. Pərdələr çəkirdilər. Bu bütün istər vətəndaşlar, istər obyektlərə aid idi. Bakı qaranlığa qoşuldu. Alman təyyarəsi bunu görmür və o zaman yalançı bir Bakı maketi düzəltdirib ki, Alman təyyarələrinin Bakı üzərindən uçuş istiqamətindən yayındırsın. Tamam başqa bir yerdə işıqlar yanır. Ola bilsin ki, Alman təyyarələrinin istiqamətini ora yönəltmək istəyirdilər. Yəni Hitler hesab edirdi ki, düşmənin paytaxtını ələ keçirməkdənsə düşmənin əsas belə deyək, təminat mənbələrini ələ keçirmək kifayətdir ki, düşmən ağ bayraq qaldırsın. Bakı neft olmadan müharibənin aparılması mümkün deyil. Stalinqrad uğruna döyüşlərdə 150 min ton yanacaq istifadə olunub. 150 min ton. Stalinqrad döyüşləri ərəfəsində Bakıdan Qafqaz cəbhəsinə 505 min tondan artıq yanacaq göndərilib. Burada da bir həqiqəti, bu bir şey demək lazımdır ki, müasir Rus tarixçiləri bunu bir qədər təhrif etməyə başladılar. Güya bu neft Volqa boyundakı Sızran neft emalı zavoduna gətirib, marşalları belə etiraf edirlər ki, Bakı heç vaxt bizi neftsiz qoymadı. Yəni bu bir həqiqət idi. Təəssüf olsun ki, o vaxt bu həqiqəti bərkdən deyirdilər. İndi bu həqiqəti deməyə belə cəsarətləri satmır. Hər şey cəhbə üçün prinsipi idi. Yəni hər şey cəhbə üçün olmalıdır. Elmi tədqiqat mövzularının da tamamilə mövzuları dəyişir. Geoloqlar yeni yataqlar tapmalıdır. Əlbəttə ki, Azərbaycan alimləri də bu istiqamətdə silsilə işlər görmüş. Naftalan neftinin müalicəvi xarakterlə bağlı. Yəni yaraların daha tez sağalması falan onunla bağlı. Və əlbəttə ki, bu sayədə bizim ən çox fəxr etdiyimiz ixtiralardan biri Yusif Məmmədəliyevin ixtirası ilə bağlıdır. Yusif Məmmədəliyevin icad etdiyi dinamitin hazırlanması üçün materialın, yəni o hazırlanması prosesinin sürətləndirilməsinə bağlı idi. O material həm partlayıcı maddə kimi istifadə oluna bilərdi, yəni onun hazırlanmasında, eyni zamanda neft məhsullarına qatdıqda onun aktanlığını qaldıra bilərdi. Yəni bu bir tərəfli deyil, bu iki tərəfli bir ixtiradır. 1942-ci ilin avqust-sentyabr aylarında Azərbaycana 19 Alman diversantı atılmışdı. Atılan diversantlardan biri Bakıda 3 ay yaşayır. Hətta 3 ay yaşadıktan sonra özünə bir toy etmək istəyir və bu toy etmək məqsədilə bir qoyun alır özünə və bunun qoyun alıb kəsməsindən şübhələnir sahə rəisi və bunu həbs edən sənədlərini yoxlananda məlum olur ki, bu adam fəraridir və bu çoxdan axtarışdadır, diversantdır. Bir qadın qonşusu ilə dalaşır və bunlar milisə düşürlər. Və milisdə araşdırma zamanı qadının oğlu da çağırırlar və məlum olur ki, oğlu Alman təxribatçısı, Alman kəşfiyyat məktəbini bitirib, buraxılmış bir təxribatçıdır. Azərbaycanlı bir qadın Bostanda işləyərkən bir təxribatçı yaxınlaşıb, ondan yolu soruşub. O da deyib, hə, dərhal qadın çağırış edib, gəliblər və təxribatını keçiriblər. Və bu cür qəhrəmanlar da əlbəttə ki, müharibədə qələbənin əldə edilməsində mühüm töhfə vermişlər. Azərbaycan Respublikasının Hərbi Komissarlığının 46-cı ilin fevralında hazırladığı arayışa əsasən, ona işinə də deyirəm, 580 min orduya səfərbər olunmuşdu. Onun təqribən 360 min nəfərə qədəri Azərbaycanlı idi.
ən ədalətsiz hallardan biri də odur ki, Azərbaycan əsgərləri arasında tərtib olunanların sayı digərlərinə müqayisədə çox az idi. Və bununla bağlı da çoxlu faktlar var. Respublika rəhbərinin şəhidlər var. Təsəvvür edin ki, məsələn, qayda var da, bir tankı vurana filan orden verirlər, 2 tankı vurana filan. Yəni bunlar belə bir qayda var. Rəsmi olaraq döyüşlərin gedişində Azərbaycanlı konkret adları göstərilir. Neçə tank vururlar və yaxud da tək başına 8 Alman əsgərinə, zabitlə birlikdə əsir alan adam. Yəni bu tərtib olmalıdır və əksər hallarda onların tərtib olması haqqında göndərdikləri təqdimat başqa bir şəxsin adına, ya komandirin adına, ya Rus komandiri və yaxud da onun müavinin adına və yaxud da kimsə adına dəyişdirilirdi və o tərtib olunurdu. Azərbaycan rəhbərliyi konkret faktlar da göstərir ki, məsələn deyək, hansısa bir yaşayış məntəqəsinin alınmasında Azərbaycan milli diviziyaları bilavasitə onlar giriblər bu məntəqəyə. Amma halbuki o məntəqənin ələ keçirilməsi digərlərinin adına yazılırdı. Tərtib olunma ilə bağlı o vərəqələri axtarıb tapmaq, Rusiyanın Müdafiə Nazirliyində yerləşir. Onları tapmaq lazımdır ki, nə qədər Azərbaycanlı mükafata təqdim olunmuşdu və nə qədər Azərbaycanlı bu mükafata layiq görüldü. Lenin ordeni ilə tərtib olunmuşdur baş şəhəri, yəni bu qəhrəman şəhərdən bir pillə aşağı olan bir status kimi qəbul edək. Qəhrəman şəhər statusu verilməsi bu meyarı var idi. Həmin şəhərlərin meyarlardan biri həmin şəhərin döyüşən şəhər, yəni döyüşən şəhər olmasıdır. O şəhər uğruna müharibənin getməsidir, cəbhə xəttinin o şəhərin hüdudlarında olmasıdır. Bu tipdən baxdıqda 650 kilometr cəbhə xətti Bakıdan kənarda gedirsə, bu hələlik Bakı uğrunda döyüş deyil. Və bütövlükdə götürdükdə o dövrdə, yəni SSR dövrdə Bakının müharibədəki rolu inkar edilmirdi. Amma inkar edilən bir fakt var idi. O da nə idi? Almaniyanın SSR üzərinə hücumu bilavasitə neftə görə olmuşdur. Yəni bunun bütün qərb tarixçiləri yazırdılar, hər şey yazırdı, amma bunlar bunu qəbul etmək istəmirdilər. Azərbaycanlıların döyüşən xalq olmamasını iddia edən Sovet rəhbərliyi Azərbaycanlıların döyüşlərdə göstərdiyi qəhrəmanlıqla öz fikrindən yaymalı oldu. Allah size can sağlığı versin ki biz qocaları yada salmışıq. Çok sağ olun. Müharibəyə qədər Azərbaycanın milli tarixinin, ədəbiyyatının öyrənməsinə əngəl törədən Sovet komandanlığı, Sovet rəhbərliyi müharibə dövründə bunları etmək məcburiyyətinə qaldı. Nəticədə Azərbaycanda milli təfəkkür, milli şuurun oyanmasında, milli tarixə yenidən öyrənməsində böyük bir rol oynadı. Yəni bu bizim qazandığımız böyük şeylərdən biridir. Digər bir tərəfdən Azərbaycan qalib xalqlardan biri oldu. Belə işlər